Salam, hər vaxtınız xeyir, gününüz xeyirli olsun inşallah. Bugün kənd çolpasından necə dadlı sous hazırladım, onu sizlərlə bölüşmək istəyirəm. Əvvəlcə çolpanı bu şəkildə, hamımızın bildiyimiz şəkildə doğrayıram. Əvvəlcə budları, sonra qənətləri, daha sonra isə bel və sinə hissəsini doğrayıram. Bildiyimiz kimi mağaza toyuqları asan bişir, tezliklə. Amma kənd çolpası gərək qaynadasan. Mən ona görə də əvvəlcə ayrıca qaynatdım və üzərinə soğan əlavə edərək ət qaynayana kimi mən soğanı, pomidoru qub şəklində doğramışam, kartofu da uzunsov şəkildə doğramışam. Artıq kənd çolpası qaynadı, bişdi. Yağın üzərinə, kərə yağının üzərinə mən zeytun yağı əlavə etdim və əvvəlcə doğradığım ətləri o tərəf, bu tərəf qızardıram. Çox da deyil, sadəcə üzərini möhürləyirəm və doğradığım soğanı mən burada 2 ədəd soğandan istifadə etmişəm. Soğanı üzərinə əlavə edirəm. Soğan tam qovrulduqdan sonra sarı kök və lazımi qədər duz əlavə edirəm. Soğan da tam qovrulduqdan sonra pomidoru əlavə edirəm. 2 böyük pomidordan istifadə etdim mən. Üzərinə qapaq qoyuram və pomidor tam əzilənə qədər bişirirəm. Daha sonra hansı ki qaynatdığım suyu, öz suyunu çolpanın bura əlavə edirəm və biraz da qarışdırdıqdan sonra doğradığım kartofları da bura əlavə edirəm. Ocağın altını orta xoda qoyuram. Ağzına qapaq qoyub hardasa 40 dəqiqə bişirirəm. Kartof da bişdimiz, demək sousumuz hazırdır. Sous artıq hazırdır, çox dadlı olur, ətlər yumşaqdır, rəngi də öz üzərində. İzlədiyinizə görə təşəkkür edirəm.